Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliyinə qələbə bərnamələrinin 130-cısını başlayıram. Allahın adı ilə və şükrü ilə ki, bu günü ömrü də bizə verdi və bu çıxarı da verdi ki, gələk bu günləri türklərin yaratdığı uyğarlıqlardan, özəlliklə dil uyğarlığı və yazı uyğarlığından daha bir ayrı dərin əsərlə tanış olaq ki, türk dilində neçə yüz il bundan öncə yazılıb və nəsillərdən nəsillərə bugün bizim əlimizə yetişibdir. Buna baxmayaraq ki, hangi torpaqda saxlanılır və hangi şəraitdə saxlanılır, çox önəmlidirlər. Dünənləri Tarixi Belqrad deyə bir kitab oxuduq. Osmanlı dövründə çox dərin bir tarixlə ki, indi bunu cüz'iyyatı necə deyək, cıqqılı bir şeyləri də qələmdən salmayıblar, orada yazıblar o tarixə görə. Gedək bugünkü kitabımıza baxaq. Əvvəl cildinə, yəni kitabın kağızına baxaq, görək ki, kağızından bizə verilən əks nə göstərir o kitabın başına gəlmiş hadisələrdən. Görürük ki, kitabın iki cildini də açıblar, daldan görürük, orta şirazədir, biraz qərədir, qərə göndü, ya qərə dəridir və qıraqlar da dəri imişlər, amma zaman içində o qədər işlənibdir ki, gön cırılıbdır, o dəri cırılıbdır, kitabın içindəki o karton görsənir, qalın kağız görsənir. Hər yerinə baxsaz görürsünüz, bəllidir, orada burada bir əkslərindən qalmaqdan bəllidir ki, bu bir çox da gözəl üstündə şəkillər varmış, gedibdir. Kitabın içini açıbdır, cildin içini açıbdır, cildin içindən də baxanda görürük ki, cırılıb, olubdur, kağızat yapışdırıblar filan. Ondan sonra gəlirik 3-cü səhifəyə, bu 2-ci səhifə idi, 3-cü səhifəyə gəlirik, yəni cildin səfəsini vurdu, cilddən sonraki səfəni vurdu, gəlirik bura, görürük ki, burada o adam ki, o kitabın sahibidir ya vəqf eləyibdir, onun möhürləri var, burada 2 möhür görürük, bir də bir yazı görürük, bir nömrə görürük və sonra gedirik kitabın dövrünə, görürük Osmanlıda yazılan kitablardandır. Çox bir gözəl xətt ilə ki, hətta bu günlərdə Quranı təqribən deyə bilən bu xətt ilə yazırlar. Bu Elhamdülillahillezî zuyyine beni Adem'e bin nutq vel kelam deyə başlayıbdır. Kitabın adına görə nə yazıb? Yazıb təbəqəbəndi məstər der zəban farsi və müadilhay türki anha nüsxə xətti. Belə bir şey yazıblar. Biz bu kitab Osmanlı dövründə yazılması müsəlləmdir. Çünki bu birinci səhifənin nəqqaşisi, üstündəki nəqqaşisi 2 bölümə, 3 bölümə bölünübdür və görürük ki, günbəzin üstündən də bir şeylər göyə tərəf gedir. O göstərir ki, Osmanlıda yazılmış kitabdır. Xəttinə davam eləyək, baxaq. Kəlmələri görürük burada ki, farsca və türkcədir əslində. Türkcələr qırmızı yazılıbdır, farscalar qərə yazılıbdır. Eyni halda görürük ki, bu kəlmələri ki yazıbdır qırmızı və qərə məstərdilər. Bunların səslərini də qoyub üstünə. Həm farsıda, həm türküdə səslərini də bunların üstünə qoyubdur. Kitabın yenə görürük hər tərəfi, qıraqları, filanları, zadları çox şey oldu, amma yazısı çox gözəl və qalır və bir-birinə də çox yaxın deyil. Qabaqcan kitablar görmüş ki, sözlər bir-birinin qarnında, yer yox, çox şeydir, amma burada görürük ki, çox aralı və hövsələ ilə bunu yazıblar. Ona bir qeydib baxarıq, görürük ki, nələr var, nələr yoxdur. Bu türlü baxırıq. Qıraqlarında da bir yazılar görürük. Yəni, çox gözəl bir xətt ilə tazaşdan qıraqlarında qıraq yazıları da görürük var bunların hamısında. Kitabın yazıblar ki, 69 səhifəsi var, deyək 70 olsa 140 səhifədən, əlbəttə deyək ki, 69 yaprağı var ki, 138 səhifədən ibarət olar. Burada bir neçinci səhifədən sonra görürük ki, yenə yazı başlanır. Yəni, o
sözləri ki yazmışlar farsça, türkcə, ondan sonra yenə farsı başlanır və farsiyə görə bir tövzihat verir. Bu fars dilin öyrətmək üçün türklərə yazılmış bir kitaba bənzir. Beləsi dolandırıram, gedirəm qabağa görüm bir şey var ya yoxdur və hangi dildə də yazılıb, bunu qeydərik, tazışdan oxuyarıq. Əl-əmsilətül müxtəlifə. Burada da çoxlu misallar vurubdur. Və kitabın birinci bölümü burada qutarır. Yəni 36-cı səhifəyə yetişəndə PDF-də, yəni 72-ci səhifədə kitab qutarır və gedirik o birisi bir ayrı kitab başlayır. Ona da baxmalıyıq. Görək, bura türkü görürəm buranı. O birisinə heç baxmadım, görürəm ki burada da türkü baxarıq, qeyd edib baxarıq, daha bir də şey eləməyək, getməyək, çünki oxuyacağıq bunu azdan çoxdan. Bu ikinci kitabı görürük ki, burada cırılıqlar çox görünür. Bunlarda görürük. Yazı çox gözəldir. O dövrəsində də ki, çarçıvə çəkiblər. Burada da o vəznləri, bu calibdir. Bunu mən həttəmən bu bölümü oxuyaram. 51-ci səhifədən başlanır. Ərəb dilində və fars dilində bunlar şeirləri nə cür yazırlar, şeirin vəznlərini gətirir və 60-cı səhifədə o da qutarır, o bölüm. 3-cü bölüm başlayır kitabda. Yenə də buna baxarıq. Dedim, hamısı Osmanlı dövründə yazılıbdır və bu kitabın o birisi kitablarına bir göz... Dördüncüsü də buradan başlanır. 65-ci səhifədən, PDF-in 65-ci səhifəsindən 4-cü bölüm başlayır və kitab qurtarır. Sonunda görürük ki, kitabın cildi də kamil dağılıbdır. İndi qeydaq əvvəldən gələk. O şey ki, istirdim deyəm, bu kitabın Osmanlı kitablarla daha bir fərqi var. O da budur ki, bunun bu çarçıvə çəkiblər yazılın dövrəsinə əvvəldən axirə qalin çarçıvədir və içi də qızılı rənginə rəhlənibdir. Bu fərqi o birisilərlə budur ki, o birisi kitablarda normalda, Osmanlı kitablarında normalda birinci səhifə ilə ikinci səhifəni bu cür rəhlərdirlər. Qalanları bir sadə bir ya iki dana bir-birinin içində cizgi ilə xətt çəkərdilər, onu qaba çevirərdilər, yazı o qabın içində qalardı. Amma burada görürük ki, yox, əvvəldən axirə kitabı çox hövsələ ilə oturublar, eləyiblər. Qeydaq bir də dalıya görək, bu vəqfi oxuya bilirik, bu vəqf eləyən, bu kitabı bizə saxlayan Allah rəhmət eləmiş kimdirsə. Elhamdülillahillezî hədana lihaza və ma kunna lenəhdiyə lula ennə burada Lola innə hidayətullah, belə bir şey, ad çox Osmanlı dövlətinin imzasına bənzir. Ona görə bunu mən oxuya bilmirəm. Əlbəttə, yekətmək də olar. Görün, bunu yekətsək, bəlkə dostlar istəsələr bunu görələr. Osmanlı imzası belədir. Belə bir imzası var. Çox gözəl, çox şikdir. İndi də bu imzalar hala azdır. Qəd vəqəfə Hazıhi ya vuqifə, qəd vuqifə hazihi nusxəti sultanina a'zəm vəl xaqaninəl muəzzəm əs-sultan malikir bərrin vəl bəhrin xadimil hərəbeyn şərifeyn əs-sultan ibn sultanil qazi Məhmud xan vəfqən sahihən burada cırılıbdır, yana olub düşməyibdir, ona görə buranı da oxuya bilməyəcəyəm. Deməliyəm ki, bunları ki oxudum, bunları öncədən oxuduğumlardan beynimdə qalanların üzərini oxudum. Çünki heç bir nöqtə yoxdur. Hamısı sadəcə yazıdır. Əl-Fəqr Əhməd Şeyxzadə Əl-Musis və Məaf Əl-Hərəmeyn Şərifeyn Qəfərə ləhuma. Burada bir şey yazıbdır. Kim bunu şey elədi? Qəd vəqəfə ehtimalən qəd vəqəfə hazihin nusxəti sultanina əl-əzəm vəl-xaqanil muəzzəm sultan malikür bərrin, iki qarrənin maliki vəl-bəhrin, iki dəryanın maliki xadimül hərəmeyn şərifeyn, iki hərəm, şərif hərəmin
xadimi, nökəri, qulçusu kimdir? İki hərəm, biri Həzrəti Rəsulun hərəmi ya məqbərəsi və biri də Məkkə-i Müəzzəmə. Əs-Sultan ibn Sultan Əl-Qazi Məhmud xan. Sultan Məhmud xan bunu vəqf eləyibdir. Qalanı da əlbəttə elə ehtimalən bu Əhməd Şeyxzadə, bu da Əl-Fəqir Əhməd Şeyxzadə Əl-Musassis. İndi bir oqaf ehtimalən bu müsəssis nədir bilmirəm. ehtimal verirəm kitabı yazan da Əhməd Şeyxzadədir. Ki bu da özü bir ovqafi hərəmeyn-i şərifeyn qəfərələhuma. Bu da özü ovqafi hərəmeyn-i şərifin ovqafının bir məsuludur, nəkarəsidir bilmirəm. Buyruq, belə bir şey. Koned Əhməd. Ya Rəbb, buyruqi, bilmirəm, bunun nəcüz təmənna Koned Əhməd, belə bir şey var. Hər halda belə bir möhür də burada görürük. Buradan da çıxaq eşiyə. Gedək kitabın mətninə baxaq, görək ki, nə yazıbdır. Bismillahı görmürük. Ehtimalən bunun ortası ki, bu əks nəqqaşının ortasında gərək olaydı. Bu nəqqaşının ortası bu şey olubdur, rəngi aradan gedibdir. Mən nəzərimə gəlir ki, bu sarı yerdə ki, əlan parmağımı dolandırıram. Burada gərək Bismillah yazılıydı, onu görmürük. Amma önəm daşımır. İndi gedək, biz Bismillahı deyək, sonra başlayaq. Bu qıraqlaşını da əcr eləyə bilsəm, bir ikisini oxuyaram. Elhamdülillahillezî züyyene bəni Adəmə bin nutqi vəl kəlam və səlatu və səlamə alə Muhammedin seyyidəl ənam və alə alihi və əshabihin nücəbail kiram və bə'd. Çox gözəl sözlə başladı. Deyir ki, o Allaha həmd olsun ki, Adəm evladın kəlamla və nütqünə, bin nutqi vəl kəlam. Bunları bir-birindən ayırıb, nutqinə kəlamın nə mənası var? Bunları mən də bilmirəm. Bəlkə bunu ChatGPT-dən soruşaq ki, bunu ChatGPT-dən soruşaq, fərqi beyni nutq və kəlam. Görək nə deyir? نطق و کلام در زبان عربی و در علوم مختلف فلسفه، منطق، فقه، لغت دو مفهوم متفاوتند. خلاصه نطق توانایی اندیشیدن و بیان، قوه و ملکه. نطق پس ağıl deyirik. O şey ki biz buna, əlbəttə buradakı quvve və mələkeyi əndişidən. Kəlam, suxan təhəqqüq yaftı, ağzımızdan çıxan söz. Tamam, bunları bildik. Deyir ki, bu iki dana. Pəs bir, yəni, məsələn deyirəm, məsələn, o adam ki, bir hadisə gəlir, danışa bilmir, səsi çıxmır. Bu, yəni, kəlamsızdır, amma düşünə bilir. Ya, məsələn, bəzilər, deyək ki, gedirlər komaya, danışa bilmir, amma həm eşidir, həm düşünə bilir o mərhələdə. Yəni bu o şeydir. Elhamdülillah. Ondan sonra da ki salam salavatı dedi və bəd fəqəd salni min xəllani el-mükerrem. Bura ərəbcədir. Ərəbcəni keçirək. Buradan nə mənə? Ələm. İnnəl məsadirə باعتبار ما قبل الآخر على قسمين لأن آخرها نون ساکنه و ما قبلها إما دال أو تاء مفتوحه. Bunu mən oxumalı olacağam elə ki deyir ki fəqət səələni min xəllani ya xollani el-mükerrem li-zabti el-muzari'i min lisanil əcəmi qaidətən cəm'u xəlil. Xollani cəm'i xəlil. Burada altında yazıblar. Qaidətən faiqətəl lifovzil bil mərami minəl lüğati vəl kütübül məşayixil kirami fəşəra'atu
متوکلا علی الله المجید انه هو الموفق و الرشید e'lem. E'lemdən başlanır, amma burada bir qıraqda bir şey yazıb ki, bu qıraqdakını oxuyaq, sonra o e'lemə gələk görək ki, e'lemdən qabaq. Bisanil bəya بأن المرامع أي اللغات المدونة من نحو أفعال جابرة والصراح الصحاح وقانون ودستور وغيرها. Tamam. O lügatı orada mənə eləyib ki, mənzur belə bir şeydir. E'lem ennel məsadirə bi etibar ma qəblül axiri, məsdərə deyir hardan taparıq? Ən söz hərfi ki yazılır, deyir o hərfidən tanırıq. Bir də o hərfin dalısındakından. Amədən nun ki var, bir o nun, bir də dən. O dıdan tanırıq. İndi ona görə deyir. Əl-məsadir bi etibar ma qəblil axiri ələ qismeyn. Ma qəblə aməd, dın üstündə deyir ki, o iki cürədir. Ləənnə axirəha nunun sakin, amədən nun sakindir axiri və ma qəbləha onun nunun dalısı, dal məsələn amədəndə imma dalun o taun, ya dal olacaq ya ta olacaq. İstadən, amədən, xordən, nuşidən farsıda və ta olsa, məsələn, o da təvanistən, təndir. Məftuhən, özü də məftuh olacaqdır. Yəni, üstünə ə səsi gələcəkdir. Əl-qism-üs-sani yetənəvvəu ələ xəmsə ənva. Özü də ikincisi, yəni ta olanda 5 cürə olur. Ləənnə ma qəblət dali imma hərfun məddu imma hərfu məddin. Deyir ki, dal amədən o dal ya özü məddilidir, yəni uzun çəkiləcəkdir. Fəsəlasətun 3 cürə olur. Avraun ya da redi. Yox, indi istəyirəm deyəm tərsidən olmadı. O re dəyəsidir. Ra olanda da hər halda 3 cürədir. O nunun sakinətani ya da ki 2 dənə sakin nundur. Yəcməuha ya yarnu, yarınav, yarınav. Yarınav, bilmirəm, əslən mən farsıda bu gün var ya yoxdur. Və amma zədən və amədən və şudən fəşazun, bir də fəşaz yəni bir qaydə. Bir qaydədir. Və amma sitədən, sitandan indi olubdur, sitədən. Fəyədillu ələ fər'iyyətihi ədəm istimal mazihi və daliyyəlləti qəbləha yaun əmma xəmasiyyun fənəhvu. Ötürək geçsin. Misalları, o qaidəni dedi ki, belə olar, belə olar. İndi gəlir pəridən, təyərən mənasına, türkcə, üçmək. Əsli mənasın pəridən üçmək. Yenə bunun altına əlbəttə bir şey yazıbdır, çevirib oxunmalı. Pəzidən, bişmək və bişürmək. Çox gözəl. Lazım və mütəəddi istimal olunur. Bu pəzidən lazım və mütəəddi istimal olunur. Bilbail farsiyyə, yəni p. Bay farsiyyə, yəni p. Və ər-rail ərəbiyyə. Əl-zail ərəbiyyə, üzrüsəm, z ərəbi be məniyə poxdən. Mətə. Bura ərəbcə yazmışdı. Yəni, indi burada bir şey görürük. Kitabda yazmışdı ki, bu kitab 2 dildədir. Amma biz indi görürük ki, 3 dənədir. Məsələn, pəridən təyəran mənasına, təyəranı yazıbdır, mənası türkcədir. Amma tamam. Üçmək, türkcəsini də yazmışdı, üçmək. Ondan sonra burada bir dənə bir şey yazıbdır, o hansısıdır? Aha, bu da şeydir, tamam. Çəridən, otləmək. Tamam. Çəşidən, tadmaq. Çəkidən, tammaq. Çəkidən. Bizdə damcılamaq, tammaq. Dəstəli T ilə yazılır.
Çünki bu D və T-yə çəkə bilər. Yəni dammaq, damcılamaq, tamcılamaq. Ona görə dəstəli T ilə yazılır ki, çevrilə bilir bu bir-birinə. Bu gözəllik türkünü yazanda qədim alimlər diqqət ediblər ki, ləhcədən ləhcəyə, türk ləhcələrində bir yerdə deyə bilər damcı, bir yerdə bilər tamcı. Ona görə bunu dəstəli T ilə yazıblar ki, bəlli olsun ki, bu çevriləndir. Dedik, məsələn, tadmaq, dadmaq, bizdə dadmaq, Türkiyədə tadmaq. Bu ləhcə yenə də dəstəli T ilə yazıblar ki, bəlli olsun. Çəmidən, farscada bilmirəm indi bu nə anlamındadır, mən bunları çoxunu eşitməmişəm, yəni çəmidəni eşitməmişəm. Salinmək və təfərrüc eyləmək. Çəmidən, bilmirəm yəni, görürsünüz də, yəni düzəlibdir. Salinmək, küf uçmaq. Salancıq da deyirlər, sallənmək ya salinmək, küf uçmaq. O şey ki, ipi asdırıq ya zənciri asdırıq bir ağaçdan ya bir şeydən, aşağısında oturmağa bir yer düzəldirik, ya da elə o ipin üstündə otururuq, yapışırıq və ondan küf uçuruq. Bu sallənmək və təfərrüc eyləmək, çıxıb dolanmaq. Təfərrüc eyləmək, həman salınmaq da ondan gəlir. Yəni o da elə bu mənadadır. Yəni küf mənasında. Necə küf eləyəndə təfərrüc eləyirik, kef eləyirik. Çıxıb dolanmağı da sallanmaq demək olar. Dəmidən üfürmək. Üfürmək bizdə püfləmək. Püfləmək, üfülmək dəmidən və ötüşmək və tal etmək. İndi mən bunların bir çoxunu bilmirəm. Yəni təəssüflə, məsələn, üfürməki bilirəm, amma ötüşmək müsabiqə anlamındadır. Nə anlamındadır? Ötüşmək və tal etmək. Tal etmək nə deməkdir? Tak etmək nə deməkdir? Yəni bu tal olacaqdır. Ərəbcəsini yazmıyor ki, bunun, yəni türkcəsini yazıbdır da əslində. Nəfx mənasına, burada ərəbcəsinin üstə yazıb, kadrdan eşikdə yazıbdır, o çarçıvədən işləyib, nəfx mənasına. Nəfx bizdə qarın şişsə, ona deyirik nəfx. Nəfx əslində yel, ona deyirlər nəfx. Qarından çıxan yel. Amma qarında qaldığında biz nəfx ona deyirik. Türkcədə, farscada filandan. Dəvidən yelmək və səkirtmək, sənritmək. Dəvidən bizdə indi feylən qaçmaq deyirik. Qaçmaq. Amma bunun qabaqcan yilmək varmış və ehtimalən bu kafi səkirmək, səkirtmək oxunacaqdır ya da ki bu kaf nun oxunacaq, çünki üstünə 3 nöqtə qoyulub, sənritmək. Məsələn, bu bizdə indi yoxdur. Yəni biz Azərbaycanda çünki dərs oxumamışıq ki, oxumadığımız üçün dili elmi, doğru öyrənməmişik. Küçə-bazar dili öyrəşmişik. Küçə-bazarda da dil gedə-gedə qocalar, kiçikləşər, arıqlaşar və aradan gedər. İndi burada görürük ki, məsələn, bu iki lüğəti biz bilmədik ki, türkcədir, farscasını yazıblar, Osmanlı dövrəsi. Yəni, çox olsa bu kitabın ömrünə də bir baxarıq, görürük ki, ha zaman yazılıbdır. Amma bunun ömrünə bir baxaq. Əvvəlcə də bunu bir ömrünə baxaq, görək ki, bunun ömrü ha zamandır. Onun üzü ilə bizə bu görək bir məlumat verir ya yox. Burada burada gəlib yenə də o tozih verir. Ərəb dilindədir bura. Bu bölüm ərəb dilində yazıbdır. Onu mən bilmirdim. İndi gördüm, diqqət eləməmişdim. Bu kitab ki, ələn baxırıq, bu bölümü birinci... Aha, buradan dəyişir. Bir yerdən başladı dəyişməğa. Görək, hardan dəyişir. Buradan gəlir. Məf'ulun əleyhi və tüsəmmə vəsfən tərkibiyyən misli fərmanbərdar və həqşünas.
bu misalları vurandan sonra deyir ki aha buradan yenə türkcə başlanır. و دوربین اصلها بردارنده و فرمان و شناسنده حق و بیننده دور و دل بر اصله برنده دل جنه yok qeyddir و تقدیم المضاف الیه علی المضاف فی الفرس شائع مثل دولتخانه دولت و پادشاه عالم پناه اصل پادشاه من bunu اصل پادشاه عالم پناه و şahınşah əsluhu şahınşahdır. Mən istirdim, yox ərəbcədir, hələ feilən bura ərəbcədir. Burada əlbəttə və ma qəbluha dalun əv taun məftuhən və əlamətuhu fit Türkiyyəti kaun axəruhu şeynən əcəmiyyən şinən əcəmiyyən sakinətən və ma qəbluha tamam bunları geçaq. Burada bir yerdən gördüm ki, ərəbcə türkçəyə çevrilibdir. İsmus təsğir, əmsilətun müxtəlifə. Məsələn, buradan ayrı misallar vurur. Bunları gəllik baxarıq, türkü başlanır. Buradan əmsilə-i müxtəlifdən türkü başlanır. Əlbəttə, tozihlərinə yetişəndə yenə ərəbi olur zahirən. Fe'l-i mazi-i mufrad-ı müzəkkərun qayib ya müənnəsun qayibətun mənası eylədir. Yox, buradan bu yüzden türküyə başlayır. Türkü dilində yazır kitabı. Əlbəttə, eyləm ənəhu iktifa. Yenə də biraz keçəndən sonra ərəbiyə çevirir. Yenə də ərəbi, yenə də biraz türkü. Gələcək zamanıda bunları gördüm. İndi bunları geçək tarixinə istirdim. Görüm ki, burada bir tarix tapa bildik. Bu kitabın sonuna gəlir burada. Mütəəssifanə görürsünüz burada. Əmr hazır müənnəs sıfatı filan, nəhi yox müfrəd, məkanid yoxdur. Burada kitab qurtarır və yoxdur. Bunu bir zərrəcinə azaldaq. Şurada bu kitabda bir tarix görə bilsək çox yaxşı olar. Sultan Məhmud zamanında bu kitabın yazılmağı bəllidir. Çünki Sultan Məhmud bunu vəqf edibdir. Onu bilirik ki, beləsi bir şey olub, amma daxı bir əlimizdə sumut, bir əldə tuta biləcək bir tarixə ehtiyacımız var. Görək ki, bu kitab hangi zaman yazılıbdır. Bu ikinci kitab özəlliklə o birincidən daha çox önəmlidir. Çünki burada önəmli bir şeyləri də əl qoyubdur. Görək burada nələr yazıbdır sonuna. Və bir qaç buhurun əsliləri yazılmayıb, furui bəyan olunmuşdur. Səlasətdən xali olmağın və neçə buhur dəxi vəz olmaq caizdir ki, uruzidə nəql olunmamış ola. Furuatın nəhayəti yoxdur. Lakin məşhur olanlar bunlardır. Tamam. Bu da belə bir şeydir. Kitabda bunda da tarix yoxdur. Görək ki, burada ehtimal verirəm ki, bu yerdə gərək bu tozihləri versin. Baxıram, amma bunda da görmədim. Bu kitabın axirinə baxaq. Türkçədə bəzi kəlmə olur ki, axiri qafdır. Axiri kəlməyə yaxud hurufə ittisal kəsb edildikdə təbdil olunur. Çıraq və bıçaq yazılırkən çırağın və bıçağın yazılır. Bir də bunu oxuyayım. Deyir ki, əlbəttə qeyd bunu oxuyacağıq, amma bir də oxuyayım çünki özümə cəlib gəldi. Deyir ki, türkçədə bəzi kəlmə olur ki, axiri qafdır. Axiri kəlməyə yaxud hurufə ittisal kəsb elədikdə təbdil olunur, deyişilər. Məsələn, çıraq və bıçaq yazılırkən çırağın və bıçağın yazılır. Bir şey yapışanda sənin bıçağın deyəndə, yəni istir desin ki, məsələn, baxın, çırağın vav yoxdur, fəqət kaf gəlir axirində. Kaf nun oxulur. Deyir, beləsi yazılır. Ta o daxi dalə qəlb olur. O t ki var idi, deyir, məsələn, məsdərdə gələcəkdir. O deyir, nəyə? Dal olur. Qəlb olur, yəni çevrilir. Yigit əslində ta ilədir. Ta ilə ikən
Yicidün yazılır. Deyir ki, əsli bunun tığınandır, icid tıdır. Amma o zaman deyirsən, icidim, onda tı dala çevrilir. Bunları çox gözəl anlatır. Yicidün denilir. Ol təqdircə vəsl olmadın dəxi bu vəc ilə kitabət caizdir. Təəssüflə burada da tarix yazmayıbdır. Bu üçüncü kitaba keçəndə bu da feylən bir tarix görmürəm. Şeir kimi yazılıbdır güya. Baxarıq buna da. Bu da burada qutarır. 4-5 səhifədir. Bu da burada qutarır və kitab qutardı əslində. Yenə qeyd etməliyik əvvələ. Zahirən bu kitab elə əlimizə bir tarix gəlsə ki, bunu çıxadaq, gərək bunu yazaq burada. Xadim Hərifin Sultan ibn Sultan el-Qazi Məhmud xan Sultan ibn Sultan Məhmud xan. Bunu bir iş görüm. Mən buna görə ki, bunu yaxşı oxuya bilim. Bunu mən gedim ChatGPT-yə verim. Əksin salım möhrün filanın. Verim bunu ChatGPT bizim üçün oxusun. ChatGPT-yə daha mən biraz çox xoşum gəlir, düzünü axtarsaz. Upgrade plus upgrade istəmirəm axı. Deyir ayda 27 dolar ver, 26 dolar 99 sent ver jinən. Get yenə bura. Mən bunu biraz çox işlətmişəm süb. Ona görə bu şey eləmir. Nədən isə get plus you have reached. Aha deyir bu günləri sən çox işlətmirsən, şeyə yetişmirsən. Görün buradan əks salsam əcəba. Shot screen eləsək. Tamam, indi görün buradan bu ChatGPT-yə versəm buradan bir şey deməz bizə. Umarım ki deməsin. Görək bu möhrü bizim üçün oxuya bilir. Kaş bunu kəsəydim. Ki görəydim oxuya bilir ya yox. در تصویر نسخه خطی که فرستادید من می توانم محتوای آن را بخوانم و برایتان بازنویسی ترجمه کنم. بر اساس سیاست ها تنها کاری که نباید بکنم شناسایی اشخاص واقعی است، ولی اینجا فقط متن خطی تاریخی است. بنابراین می توانم کامل کمک کنم. با توجه به کیفیت تصویر متن چنین خوانده می شود: به احتمال بسیار زیاد درست است و اگر نسخه با کیفیت بالاتر بدهید تصحیح می کنم. متن مهر بالا عثمانی عربی. مهر گرد عثمانی است و معمولا مهر گرد عثمانی است و معمولا شامل عباراتی چون الملک الله. به دلیل ناخوانا بودن بخش‌هایی از مهر در این اسکرین شات اگر یک از نزدیکتر بدهید مهر را bu möhrü deyir oxuya bilmədim, amma tamam onu keçəldirəm. Mətn bala Osmani ərəbi. Möhr gerdə Osman və məmulən şamil ibarati filan است. Mətn vəsət. Nəsx Osmani. Xəttin adına nəsx deyir. Mətn به صورت تقریبی چنین است: و هو حسبه سبحانه قد تمت هذه الرسالة الشریفه به رسم oxuya bilməyibdi. Min canibil fəqir ilallah el-ğani Əhməd Hurrə fi şəhr sənə filan. Sənəsini də yazmışmış. این ساختار فرمول رایج خواهد. متن مهر پایین. مهر کوچکتر نیست، شبیه مهرهای تملک، مالکیت یا اجازه نامه است. برای خواندن دقیق yenə deyir lazımdır. Bunu bəs biraz biz nə etməliyik? Keçətməliyik bu möhürləri. Bu iki dənə ilə bizə şey eləsə yaxşı olar. Screenshot elədik. Tazaşdan bunu ChatGPT-yə verək görək ki, bizə bunu oxusun. Lütfən oxu da bunu da. Tamam. البته eləyə bildik bunu daha yekəldək. Məzmun hala خاناتر شد. در ادامه بازخوانی. بازخوانی متن. بازخوانی متن نسخ
نسخ عثمانی با دقت کامل و حرف به حرف متن چنین است. Tamam, bunu gözəl yazıbdı. Qoyaq bunu. قد وقع هذه المستور من ملوک بنی عثمان غازی سلطان سلیمان خان ابن سلطان غازی. Bunu mən niyə orada görmədim? Bu beləsi deyir, mən onu görmədim. قد وقع هذه النسخة سلطاننا الأعظم و الخاقان المعظم از سلطان ابن از سلطان مال burada hardadır Süleyman? Süleyman mən burada görmürəm. Əslən burada Süleyman yoxdur. Bu bəllidir ki, bir şey. Qəd vəqə hazəl məstur. Əvvələn məstur yazıb, burada məstur sözü yoxdur. Hazəl nusxə min muluk bəni Osman. Özdə muluk hardan gəldi burada? Qazi Sultan Süleyman Xan ibn Sultan Qazi Səlim Xan ibn Sultan Qazi Bayezid Xan. Əslən bunlar yoxdur burada. Tarix də qoyubdur, burada da tarix də yoxdur. Bəlkə bu möhrü oxuyur. Elhamdülillahillazi hadeyna lihaza və ma kunna linəhdiyə lawla enne hidayətullah. Burada belə bir şey yoxdur, tarix yoxdur. Yox. Mən görmürəm ya da yoxdur. Ya da ki bu iştibah edir. Bəlkə də mən oxuya bilmirəm. Amma mən oxuram, yəni azdan çoxdan oxudum onu. Qəd vəqəfə hazihin nusxətu sultanina Süleyman deyir ki, bu Əl-Əzəm vəl-Xaqan el-Muəzzəm Əs-Sultan Malikül-Bəhreyn vəl-Bəhreyn Xadimül-Hərəmeyn Şərifeyn. Burada əslən onlardan bir şey gətirməyib, cədci tipi. Əslən burada ki vardı yazılıbdır, onlardan bir şey gətirməyibdir. Bu özündən bir şey yazdı. در نسخه شما احتمالاً برخی حروف بسیار کمرنگ بودند. این کاملترین قرائت دقیق است. این نوشته از آن پادشاه بنی عثمان Qazi Sultan Süleyman Xan Fərzənd Sultan. Hələ bir şey yoxdur. Tamam. ChatGPT görürsünüz ki, çox da şey eləmək olmur. 926-nı hardan gətirdi? Bu mənə çox mühümdür. Amma bunu hardan gətirdi bilmirəm. Bəli, indi gələk biz özümüz oxuduğumuzu deyək ki, görək burada nə yazır. Mən bunu biraz kiçildim indi. O çox böyük olmuşdu. Bunu biraz kiçildim. Bu ChatGPT-ni də qoyaq bura. Burada bunu, o şeyi ki özümüz oxumuşduq. Onun üzünə burada bir şey yazaq. Deyək ki, Sultan el-Əzəm el-Xaqan el-Muəzzəm el-Xaqan el-Muəzzəm Əs-Sultan Malikül-Bəhreyn. Ma beləsi yazaq. Mən indi bunu biraz fərqli oxuyuram. Malikül-Bəhreyn vəl-Bəhreyn Xadimul Hərəmeyn Şərifeyn Əs-Sultan ibn Sultan Əs-Sultan ibn السلطان ابن سلطان السلطان خان السلطان الغازی السلطان الغازی محمود خان. Tamam, burada oralardan burada ChatGPT-də bir şey yox idi. Görək ki, bura Əs-Sultan Əl-Qazi Mahmud xandır. Muhammed xan deyil. Mən bunu Mahmud eləyəcəm. Mahmud xan. Tamam, göndərək ki, buna nə deyir? Acaba bunu tapa bilir ki, bu kimdir?
Bərreyni də, Əl-Bərreyni də iştibah yazmışam, amma görək. لقب رسمی سلطان عثمانی است در ادامه آن به درستی الخاقان المعظم مالک البرین و البحرین خادم الحرمین الشریفین از سلطان ابن السلطان از سلطان قاضی محمود خان. Tərcüməsi budur. Xaqan معظم ترجمه istəmirəm ki, bunu این عبارت غالبی در فرمانها، وقفنامه‌ها، طغراها و مقدمه رساله‌های عثمانی دیده می‌شود. نام خان محمود خان در آن می‌تواند به سلطان محمود اول سلطان محمود اول bunu yazaq. سلطان محمود اول tarixi 1730 1754 1730 alas 1754 illərində Sultan Mahmud Dovvum 1808 ta 1839'a qədər. Bu məncə hədsi bıraqda çünki izafi bir tozih verməyibdir ki, bu kitabda feylən görək bu hangi Məhmuddur. Amma əgər bunu indi bunu soruşaq, görək Qəmərisini yazıbdır. تاریخ هر دو محمود را به قمری بنویس لطفاً. Yazaq ki, Mahmud'u da iştibah yazmışıq. Mahmud. Tamam, Tazaşdan indi bunu göndərək. Əvvəl 1143. Tamam, indi bunu İslamisində qəməri dövrünü yazsaq. 1100 səltənət 1143 ta 1168 qəməri Sultanı dövrü səltənəti Sultan əvvəl vəfatı da budur. Elə 68'də də ölübdür. Sultan ikinci Sultan isə 1200'də doğulubdur. 1200 qəməridə doğulubdur. Yox, bu səltənətini yazaq. 1223'də 1223 qəməridə şahlığa çıxıbdır, səltənət xəlifə olubdur. 1255'də də şey olubdur. Tamam. İndi bunu gəlsək maşın hesabda hesablasaq ki neçə il indi 1447-ci ildir yox, ortalarında yox. Ondan çıxsaq 1142'ni çıxsaq 305 il öncə bu olar. 305 il öncə birinci Məhmud olar. İkinci Məhmuda baxsaq o da 1447, ondan çıxsaq 1223, bu da 224 il öncə olar. 224 il öncə. Tamam. Bu yəni hər halda baxsaq, hər hangisinə baxsaq, biri 300 il öncədir, biri 224 il öncədir. Bu kitab o zaman yazılıbdır. Amma mənə bilmirəm niyə birinci Mahmud gəlir gönlümə. Dəlilini də bilmirəm. Amma indi bəlkə bunu oxusaq, əvvəldən, kitabın əvvəlindən oxusaq, əlbəttə bu möhrü oxuya bilsəydik, bəlkə bu möhrüdən bir şey çıxıydı, amma yazdı ki, möhrü oxuya bilmədi da. Çünki bu möhrün imzası hətmən bu Məhmudun imzası olacaqdı, orada çıxardı. Bu
birinci səhifəni biraz oxuduq, gəldik bu ikinci səhifəni də oxuduq. Gəldik bu birisinə. Rəmidən, rəsidən ərişmək. Ərişmək. Rəmidən ürkmək. Ürəkmək ya, ürəkmək, bəli, ürəkmək. Rəhidən qurtulmaq. Gəzidən əsirmək, isırmaq, ısırmaq, dişləmək, ısırmaq. Çəkmək, çeşidən. Qarvəmək, mətsidən bilmirəm ki, qarvəmək nə deməkdir, bilmirəm ki. Məzidən, əmmək. Əmmək, 2 dənə miminə yazıb, ayrı-ayrı yazıbdır. Və tatmək və sormaq. Əmmək, bunu istəyir desin. Dadmaqda da bu cür da, biz bir şey barmağımızı vururuq, beləsi eləyirik, məsələn, ballı dadanda və sormaq da ki, yenə elə əmmağa taydır. O da bu şəkildədir. Məkidən yenə əmməkdir. Nəvidəndir, nədir bu bilmirəm. Əmizğənmək. Əmizğənmək. Mənim nəzərimə gəlir ki, yəni bu kəlmələrdən nəzərimə gəlir ki, çox 200 il deyil, bu 300 ildən öncə yazılmış kitab olacaqdır. Çünki bu türkcəni mən əsla eşitməmişəm. Bunların heç olmasa bəhsin, məsələn, əmizğənmək. Nəvidən farsıda belə bir şey var ya yox. Vəzidən əsmək. Xəridən satın almaq. Deridən yırtmaq. Buridən kəsmək. Ərzidən bəhaya dəgmək. Amma, burada və amma sudasi. Sudasi yəni nə mənə? Bunu da bilmirəm nə mənə. Baridən yağmaq. Bazidən oynamaq. Başidən olmaq. Başdan gəlir, başidən olmaq. Fikir edirəm adamlar özləri yazıblar. Farsda bu cür bir şey yoxdur. Yəni bir belə kitab oxumuşam mən də. Ən azından biraz farsça kitab oxumuşam. Belə bir şeylər indi görmürəm. Bəlkə var imiş qədimlərdə. Saçmaq, paşidən, qoymaq, payidən, köymək, koymaq. Nəcəsidən, tarlağınmaq. Əslən, baş tapmıram. Yəni, nə türkçüsün, nə farsısın. Görürsünüz ki, bu kitablar çox şeydir və mənim savadım çatmır. Ona görə buradan gedək ki, daha nə? Məsələn, əfraxdən yücəlmək və yücələtmək. Əfruxdən yanmaq və yatmaq. Yatmaq. Əndaqdən atmaq. Əndوختən qazanmaq. Əngixdən qoparmaq. Baxdən oynamaq. Baxdən oynamaq deyilər əslində. Uduzmaqdır. Amma burada yazıb ki, oynamaq. Pərdaqdən tamam eyləmək. Əlbəttə, o zaman bəlkə bu məna deyilmiş də, yəni taxtdan çapmaq. Mən bu mənalara görə, bu kəlmələrə görə nəzərimə gəlir ki, şeydir. Əl-qismu sani yetənəvvü alə ərbəti ənvam ləənnə ma qəblə ta'i ötür. Bu da qaidəsini deyir ki, qaidəsi nədir? Onun üstünə getir. Bu bölümü geçək çünki ərəbcədir. Bunu dedik ki, birinci kitabı geçək əslində. Gedək ikinci kitaba baxaq. Görək ki, ikinci kitabda fit-türki, yenə burada bir fit-türki gördüm. Və əlamətu, nə mənə? Bunu oxuyaq. Nəfyül müstəqbəli, gələcəkdə. Eləm ənnən nəfyəl müstəqbəli bi idxalin nunil maftuhəti ələ nəhvin ma zükərna fi nəfyil mazi min qəlbil əlfat ya الألفات الياء ودخولها الجزء الثاني من مركب نحو نفسر dördüncü بکند.
نحو نفسر dördürəng بکند nə mənə yəni qaldım və əlamət fi Türki ötür buranı keçək mən dedim ərəbim o qədər də zorlu deyil əlbəttə oxusam bilirəm amma cümləni gərək kamil oxuyam nəfiyə əmsilə müxtəlifə nəfiyə misallar vurubdur farsını üçün istəmirik oxuyaq bunlardan keçək fi Türki cinə nə mənədir والمتكلم مع الغير الحاق لغیر الحاق الیا و المیم از okey bunlar da geçək gene şeydir bunun axirində əgər bir şey olsa onu gene görürük burada yoxdur yəni ona görə bunu oxumayaq bunu oxuyaq görürük burada nə yazıbdır ikinci kitaba geçirik ben burada bir əlamət koyayım ki bəlli olsun neçə kitabdan ibarətdir bu ikinci tamam حمد بی حد و سپاس بی قیاس خدای پاکه ki bir müşt xaçə fəhm və idraç verib insana bir müşt xaç deyir bir müşt xaçə fəhm idraç verib yəni نوع insana عقل سلیم و طبع مستقیم ارزانی qılıb مرآت وجود لابقاسنده اقبال مصور و مشکات شهود کلامنده کمال مقرر edib مخزن قلبin cəvahiri məqal və lai xisal ilə malamal eyliyib عقل فرخنده فالنه دائره احتمالده قدرت انتقال و بال مرغ بالنه havai misalıda ruxsat məcal müyəssər edib bu cümlədən fəzli nəzər iman və ilmi ozan ihsan eylədi fəzli nəzər iman və ilmi ozan ihsan eylədi və durud namahdud bir بر روان محمد المحمود إلى اليوم الموعود باد به رب العباد بعد به sebebi cereyan meva buradan Türkiydi birden geldi orada bad sözü yazdı bilmedim şey درود نامحدود بر روان محمد المحمود إلى يوم الموعود باد به رب العباد بعد سببی جریان مداد جوهر بار و باعث جولان خامی انبرنسار budur ki bir gün Vahid Təbrizinin calibdir burada bundan adı gəlir Vahid Təbrizi calibdir Təbrizinin elmi əruzə mütəəlliq cəm-i müxtəsər nam kitabının da adı nə imiş? Cəm-i müxtəsər nam kitabına mütaliə edərkən hifzində tamam üsrət və zəbtində külli müənət müşahidə eləyib. Onu deyir ki, üsrət çətinlik. Deyir, onun hifzi eləmək üçün çox çətinlik və zəbtində, yəni onu yazıb saxlamaq üçün külli müənət, dərd, əzəb müşahidə eləyib. Mühafizəti asan olmaq üçün izan olunduğu üzrə nəzmə hər bəhrini nəzm ilə, şeir ilə, nəzm ilə, yəni şeir ilə üzrə. Ərteşdə nəzm və inzibat da ki deyirlər, dostlar, görürsünüz ki, əskərlər bir-birinin böyründə ya bir-birinin arxasında elə düzülürlər ki, elə bir adam hərəkət edir. Hangi tərəfdən baxsaz o 1000 dana adam ki bir-birinin böyründə və bir-biri yan-bayana, çiyin-çiyinə durublar, ha belə arxalarını bir-birindən durublar, bir-birinin arxasında durublar, elə bir adamdır. Ayaqları, əlləri, başları bir hərəkət edir. İndi bu ona deyirlər nəzm. Şeirdə də kəlmələr nəzm ilə gəldiyi üçün o cürsür. Nəsr o cür deyil. Nəsr hərəsi bir kəlmədir, özü ayrıdır. Adamlar bir-birinin dibində durublar. İndi mühafizəti saxlaması, mühafizəti asan olmaq üçün izan olunduğu üzərə nəzm ilə hər bəhrini əyan və yenə kəndi vəznində əsl və fər'ün bəyan eyləmək münasib. Tamam, münasib nə oldu? Görülüb. Əgərçi fi zamanına, fi zamanına yəni bizim zamanımızda, bu kitabı yazanda mütədavil olan buhurdə vəzni təbii olan kimsənələrin
uruza ehtiyacı olmaz. Onların ki deyir təbiiləri vardır, onlar deyir uruza ehtiyacları yoxdur. Gerçi fi zamanina mütedavil olan buhuridə. Mütedavil olan buhur yəni rayicdir. Şairlərin arasında bu vəznilər rayicdir. Məsələn bizim oxumaqlarımız Təbrizdə, Azərbaycanda bizim oxumaqlarımız hər kəs məsələn nənəsi bayatı deyə bilir, özü düzəldə bilir. Bunlar vəzniləri rayicdir. Buhuri rayic həmin budur. Mütedavil olan buhuridə vəzni təbii olan, təbii vəznlə olan kimsənələrin uruza ehtiyacı olmaz. Hər kəsin ürəyində belə bir, məsələn dedikdə nənələrimiz birdən öz-özünə bir şeir deyir, ya bir bayatı deyir. Onun deyir və uruz elminə ehtiyacı yoxdur. Çünki təbiində beləsi var, insan özü şeir deyə bilir öz-özünə. Məhzən məhəlli mübahisədə sailə cavab vermək əcəli üçün, əcəl də bərai inki farsıca. Sailə, sual eləyənə. Bir nəfər sual edir. Uruza ehtiyacı olan məhzən, xas, fəqət məhəlli mübahisədə bəhs olunanda, sözü düşəndə sailə cavab vermək əcəli üçün onun o dəlillə ki, bir sual eləyənə cavab verilsin, elmi lazım görülübdür. Bu, uruz elmi lazım görülür. Şeir elmi lazım görülür. Vacib oldu ki, cümlə-i buhurin dərc və mühüm olan dürər-i fəvaidin bir vəci ixtiyar edib talibi mərifətə xərc edəviz. Edəviz, yəni biz edək. Özün cəm gətirir. Xərc edəviz talibi mərifətə, o adam ki, mərifət istir. Mərifət yəni düşüncə, anlayış istir, düşüncə istir, bilgi istir. Mərifət bilgi əslində. Bilgi eləyənə xərc edirik. Necür? Məsələn, bir şey elə bir gedirik, pul bir şey veririk, xərc edirik da o adama məsələn. Burada da deyir, bilgini xərc edirik. Edəviz. Məlum ola ki, hər beytin 4 rükni olur. Hər beytin 4 rükni olur. Rükn payası, binası. Əvvəlki misrəün əvvəlinə sədr. Bir beyt 2 misrədən ibarətdir. Məlum ola ki, hər beytin 4 rükni olur. Əvvəlki misrəün əvvəlinə sədr, axərinə əruz. Pəs, hər beyt dedik 2 misrədir, bir şeir istirik yazaq. Onun birinci beyti ki vardı, 2 bölümdür. Onun birincisinə, əvvəlinə sədr, axirinə nə dedi? Dedi ki, axirinə də uruz deyilir. Vəzn, yəni vəzn. Və misrə-i saninin birinci beytin ikinci misrəyinə, misrə-i saninin əvvəlinə ibtida və axirinə zərb deyirlər. Onun da əvvəlinə itida ya ibtida. Burada itida yazdığı üçün mən bunu itida oxuyayım. İtida və axirinə də zərb deyirlər. Və sədr ilə uruz, birinci misrədə sədr və uruz beynində vaqe olanlara, sədrlə uruz, yəni dedik əvvəldəki kəlmiyə ya fə, onun arasındakiləri nə deyirlər? Olanlara həşv dərlər. Həşv dərlər. Və qafiyə sırrı olan misrəə hissi dərlər. Qafiyə sər ya sır olan, sər ehtimalı, qafiyə sər olan misrəə hissi dərlər. Və cümlə əbiyyat, daha geçdi burada şeyə, mən bunları ötürüm. Səbəbi əbyad, səbəb və təddür, və təd, səbəb və təd və fasilədən mürəkkəbdir. Və təd və fasilədən mürəkkəbdir. Bunlar dəxi ikişər növ üzərədirlər. Tamam, çox ağırdır. Mən bunları sürətlə oxuyayım, gedim. Xəfif və səbəb, səqil. Səbəbi xəfif və səbəbi səqil. Və tədi məfruq və tədi məcmu. Fasli suğra, fasli kübra. Səbəbi xəfif budur ki, 2 hərf olub, əvvəli mütəhərrik və ikincisi sakin ola. Xəfif budur. Ver, vər, vur. Bu cür. 2
İki gibi, i gibi. Səbəb i. İ yəni i. Səbəb səqil. İkisi dəxi mütəhərrik olmaqdır. İkisinin də səsi olar. Cədə, cədə. İkisi məsələn. Cedə, cələ. Məsələn beləsi. Səqil ikisi dəxi mütəhərrik olmaqdır. Şəhi gibi, şəhi. Şəhi. Vətəd-i məfruq dəxi budur ki, 3 hərf olub, əvvəli və axiri mütəhərrik olub, ortasındakı hərf sakin üzərə ola. Şəhər, şəhr, şəhri əlbəttə məsələn. Burada i yazıbdır. Şəhri. Şəh, şəhri. Əvvəlinin, axirinin səsi var, ortası sakindir. Gibi. Və vətəd-i məcmuun. Vətəd-i məcmu nədir? İkisi mütəhərrik və axiri sakindir. Əvvəl ikisi mütəhərrikdir, axiri sakindir. Səxa. 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 Xın bir dənə də A səsi var. Amma A özü də sakindir. Səxa gibi. Və fasili sura dəxi 4 hərf olub. 3'ü mütəhərrik. Fasili suğrada 3'ü mütəhərrik, biri şey. 3'ü mütəhərrik və 4-cüsü sakin ola. Görəlüm, görəlüm, görəlüm. Əbdə burada bir dənə iş görübdür. Gö də U ilə yazıb. Həm səs qoyubdur üstünə Ö, həm də U yazıbdır. Görəlim. Məsələn, quralım yazıb məsələn. Amma oxuduğundan budur. Görəlüm. M sakindir, qalan şeydir. Gibi. Bunda vav təqtiə gəlməz. O vav ki deyir vardı, əvvəldə dedik oxudu gö, o u, o deyir təqtiə gəlməz. Fasili kübra, fasili kübra nədir? Dəxi 5 hərfi olub. Cümləsi mütəhərrik, axiri sakin olur. 5 hərfli bir kəlmədir ki, hamısı mütəhərrikdir, axirdəki sakindir. Kərəmini, kərəmki oxunmaz məncə, kərəmini. Kərəməni. N'ın da axırı sakindir. Gibi. Cümləsi bu oldu. Ey şəhri səxa gör. Onu şeir oxudu. Ey şəhri səxa gör. Görəlüm gərməyi. Gərməni. Kərəməni. Kərəmini görəlim. Ey şəhi. O qaidələri yığdı bir yerə. Ey şəhi şəhri səxa görəlim kərəmini. O qaidələrin hamısını burada yığdı bir-birinin dibinə. Çox gözəl bir şey çıxartdı. Mən buradan adam gözəl, bunu yəni mən oxuyanda yadıma düşər. Beləsi xülasə mənim yadıma salar ki, nə oxumuşam. Agah ol ki, bir səbəb xəfif və bir vəddə məcmuədən və bir vəddi məcmuədən bir cüz hasil olur. Vəddi müqəddəm tutarsan, vəddi müqəddəm tutarsan, fəulun kərəm qıl. Fəulun kərəm qıl vəzni üzərinə. Pəs əgər vəddi əvvəldə tutsan, fəulun kərəm qıl vəzni olur. Fəulun kərəm qıl vəzni üzərinə. Əgər müəxxər tutarsan, əgər vəd müəxxər olursa, failun gələr. Failun olur. Qıl kərəm vəzni. Qıl kərəm. Orada dedi ki, mən bunu beləsi oxusam yaxçı yadımda qalır. Kərəm qıl. Amma qıl kərəm. Çox gözəl oldu. Yəni yeri dəyişəndə biri olur fəulun, biri olur kərəm qıl, fəulun. Kərəm qıl, fəulun. Failin olanda qıl kərəm, failin, failin. Qıl kərəm, failin. Vəzni üzərinə və 2 səbəb xəfif və bir vəd məcmuindən 3 cüz hasil olur. Əgər vəddi səbəb üzərinə müqəddəm tutarsın,
məfailun olur. Kərəm qıl gəl. Kərəm qıl gəl məfailun. Kərəm qıl gəl. Vəzni üzərinə əgər vəddi müəxxər tutarsın, müstəfilun olur. Gəl qıl kərəm müstəfilun. Mən bunları əlbəttə yenə yaraşdıra bilmirəm, amma şairlər bunları yaxşı bilirlər. Gəl qıl kərəm vəzni üzərinə əgər vəddə iki səbəbin mabeynilərinə daxil olursa failatun olur. Qıl kərəm gəl vəzni üzərinə və bir fasili surada bir fasili surayı və bir vəddin məcmuidən iki cüz hasil olur. Əgər vəddi fasilə üzərinə müqəddəm tutarsan, məfailun olur. Səni görəyin vəzni. Səni görəyin məfailetün. Səni görəyin vəzni üzərinə. Əgər fasiləyi müqəddəm tutarsın, mütəfailun olur. Mütəfailun olanda nə mənə olar? Görəyin səni vəzni üzərinə və iki səbəb xəfif və bir görürsünüz, çox təxəssüsüdür də. Yəni mən bunları indi oxusam da fəqət bilmədiyim üçün beynim taqqıldır. Məsələn, indi burada gəlir bir ayrı səhifədə deyir ki, bəhri hərc əslidə belədir. Məfailun, 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 məfail. Bunlar mən bunları bilmədiyim üçün yenə də bunları oxumayayım. İlla ki bunun türküsünü yazsa, kəs bunları hər birisinin dibində türkçəsini yazıydı. Ki onda mən biraz anlardım nədir. Usul-i bəhr bunlardır ki, bəyan olundu. Bəhrlər yəni səslər, ahəng. Məfailun, 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 məfail. Bunlar ki burada yazıblar. Neçə dənə? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Buradan oldu 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 18 danadır. 18 danadır. Mən bunu harada oxudum bəs? Yox. Bəhri, mütədavil, bəhr. Yox, bu deyil, bu deyil. Mən bunları yenə başladım. Çünki burada əslidə belə deyəndə, yəni bu beləsi deyilmiş, bir ayrıymış. Bəhri, bu bəhrilər ki yazıbdır. Bəhri hərc əslidə belədir. Bəhri qərib üstə yoxdur, heç yerdə olmuyor. Tamam, bu 18 danadır. Bəhri mütəşakil 19 əslində belədir. Bəhri usulü bəhr bunlardır. Tamam. 19 dana bəhri var. Yəni 19 dana havada var, havası var bunun. Ki bəyan olundu. Lakin bu bəhrilərin içində 8 bəhri vardır ki, Vəhid Təbrizi onlara misal yazmayıb. Furuindən nəql eyləmişlər. Deyir ki, əslini yazmayıbdır, amma fərindən misal yazıbdır. Zikr olunan buhur bunlardır. O ki deyibdir, bunlardır. Xəfif. Qəribə xəfif olacaq əlbəttə. Münsərəhi, muzari, müqtəzəbi, mən bunların oxumağında belə müşkilə düşürəm. Muədasının usul və furuindən yazmışlar. Biz daxi müvafiqət edib məzburun buhur əsliləri üzərinə nəzmlə bəyan eyləmədik və bu daxi məlum ola ki, bir neçə iləl vardır ki, usul buhur daxil olmaqla əslilərindən çıxıb onlardan bir neçə mütəfərrat hasıl olur. Onlara azacıq əzahif deyərlər ya əzahif deyərlər. 30 şeydir onları daxi ələl infirad şərh edəlim. Xob, görək burada nə yazır? Kəf, qəsr, həsr, xətlarda beləsi yazıbdır. Hərəsi bir şeyə ibarət edir. 30 dana dedi. Onları yazır.
rəfsən bərf kəşf isbat izalət tərqil və bu zikr olunan iləl daxili olmaqla mütəğəyyir və mübəddəl olan əcza dəxi bunlardır. Məfailun, məfailun, məf'ulun, məf'ul, məf'uf. Getdi haman şeylərə inşallah və təsmiyələrin dəxi bəyan edəlim inşallah Teala. Məfailun şöylə ki, məfailun cüzvinin nun həsf edib lami mütəhərrik qalırsa məkfuf dərilər. Lami sükun üzərə. Tamam, bunlardan geçək. Bunlar bizim savadımıza və düşüncəmizə, mənim yəni, bizim düşüncəmizə biraz çox qalindir. Mənim bunlara zorum çatmadı. Çox təxəssüsdür da. Amma görək fəsli ozan. İndi gəlib burada ozanlardan danışır. Burada biraz qabaqlıqda görək ki, buradan bir şey deyir ya yox. Fəvasil və tərkibi beyt və əsl və fər əcza ki ədəvatıdan mürəkkəb olur və əday əczai buhur və əməl əzahif və keyfiyyət nəzm. Of! Geçək elə burada görək nə mənə yazır. Əvvəla gəldün həzəc saləm müsəmmən bəhrinin bəyanına. Yenə kəndüzündə məfailun, 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 məfail. Həzət salım müsəmmən bəhridir. Bu etibar ilə sözün ərbab-ı ürfanın bu vəzni ilə əyar eyləmə. Tamam, mən bunları yenə də bunların hamısı, mən dedim və türkcə misal vurur. İstirdim onları oxuyam, görürəm ki, yox, təqafül eyləmə, daxil etməsin, gördükdə huruf, hərf andan. Aha, şeir yazıbdır. Burada bu şeir yazıb, amma mən bu ağır olduğu üçün dedim ki, şeydir. Şeir türkçe yazıb. Həz salım müsəmmən bəhridir bu etibar ilə. Sizin ərbab-ı irfanın bu vəzni ilə əyar ilə. Sözün ərbab-ı irfanın bu vəzni ilə etibar ilə. Bu şeirdə yazıb. Yəni o üstdəki məfailun, məfailun, məfailun bu vəznində gəlir. Amma mən bunun vəznində bilmədiyim üçün xərablamaqdan sonra bir iş görə bilmərəm. Həzcürdür bu dəxi yaz sən müsəbbiq həmsəmən yaz. Təqafül eyləmə dəxl etmisin gördükdə hərfəndaz. Tamam, bunlardan mən geçim, çünki bunlar mənim bildiyim bir şeylər deyil, fəqət xərab elərəm. Gedək kitabın sonuna görək ki, bu sonda bir şey heç zat yazmayıb. Yəni istəyirəm deyəm ki, bir tarix istəyirəm. Mən əslində bir tarix axtarıram bu kitabdan. Gedək bu birisinə görək. Bu birisi kitab başladı. Üçüncü kitabı başladı. Görək ki, Elhamdülillahilləzi əlləməl insanə mə la nə'ləm və fəzzələ bəni Adəm. Əvvəlində əfədir ki, ma ləm ya'ləmdir əslində Quranda fikirlərəm. Amma burada nə'ləm yazıbdır. Çox gözəl. Elhamdülillahilləzi əlləməl insanə ma ləm nə'ləm bilmədiyimizi. Və fəzzələ bəni Adəm bin nutqi vəl qələm. Orada nutqi vəl kəlam demişdi. Burada nutqi vəl qələm deyir. Və səlatu əla Muhammedin seyyidil uməm və əla alihi və əsabihi zəbil fəzlil əfxəm. Məlum ola ki, lisan ərəbdə və zəban əcəmdə biz türklər farslara da əcəm demişik, amma özümüzə əcəm deməmişik. Bu mənaya gəlmir ki, yəni deyəndə əcəm deyirlər ki, əcəm ərəbdən qeyriyə gələr. Yox. Ərəb dilində bir ərəb var, bir türk var, bir əcəm var. İndi əcəmin öz mənası nədir? Mən bunu şeydən soruşum, görüm ki, əcəm sözünün əsil anlamı nədir? Əcəm sözünün kökü də hətta yazsaydıq, yaxşı olardı. Əcəm sözü, sözünün əsil, orijinal anlamı ərəb dilində formalaşmış, sonra türk dilinə geçmiş bir anlayışdır. Aşağıda ən dəqiq və tarixi mənasını verirəm. Əcəm sözünün əsl mənası nədir?
ərəb dilində orijinal və kök mənası nədir? Dili anlaşılmayan. Çox gözəl. Dili anlaşılmayan. Qeyri-ərəb. Ərəb kimi səlis danışmayan. Ərəbin dilini bilməyən, danışığı ərəbə anlaşılmaz gələn insan. Əcəmin mənası bunlarmış. İkinci mənası da var əlbəttə. İkinci mənasında orta əsrlərdə genişlənmiş mənalar. Nədir? Birincisi A. Qeyri-ərəb xalqları, xüsusilə İranlılar, fars dillilər. Bu. Çünki tarixən ərəblərin ən çox qarşılaşdığı qeyri-ərəb xalq fars dillilər idi. Yabancı, ərəb olmayan. Daha nə mənə bu ikinci məna idi. Niyə ərəb dilində belə adlanıb? Əcəmə, əl-əcəm. Diksiyonun, burada bir şeydir, əlbəttə bu nədir? Ərəb dilində diksiyonun aydın olmaması, səlis danışmamaq. Əcəmə o mənadadır. Əl-əcəm, tamam, bunlardan geçək. Üçüncü mənası türk dilində mənası. Əcəm. Əcəm, fars. Fars dilli İran ölkəsi. Əcəm diyarı İran. Bugünkü İrandan əlbəttə söz gedir də, yəni tamam. Pəs əcəm, mən beləsi düşündüm ki, ərəbdə üç şey vardı. Ərəb, türk və əcəm. Çünki, niyə beləsi deyirəm? Çünki türklər özləri əcəm sözü işlədirlər. Farslara. Ərəblərə də ərəb sözü işlədir. Bəs ortada əcəm sözü türklərə dəymir. Və o birisi tərəfdən, çünki türk dili xilafət dilidir. Necə ərəb dili, Quran dilidir, önəmlidir. Türk dili xilafət dilidir. 700 il xilafət dili olubdur. Tamam. Məlum ola ki, lisan ərəbdə və zəban əcəmdə uslubi imla mügənnən və mübəyyəndir. Və əmma türki dildə müqərrər dəcildür. Əşbai çoxdur. İşbai çoxdur. Fərzən, fəthəyi əlifə kəsrəyi yaya və zəmməyi vava təhmil edərlər. Türküdə beləsi deyir. Bəzi yerlərdə i'rabə əlamət olmaq üçün sənin demək istəsən, sənin yazılır. Gözəl bir misal vurub. Deyir ki, əgər istəsə sənin demək istəsə deyək ki, sənin demək, bunu nə cür yazıb imlasın? Sin, nun, kaf, sənin demək istəsə yazar sənün, sin, nun, vav, kaf. Deyir ki, yazısında beləsi gərək yazılsın. Pəs nə mənə? İrabə əlamət üçün, olmaq üçün sənin demək istəsə sənun beləsi deyim, tələffüz edeyim ta o yazılır. Əltibasından ehtiraz edib nunun zəmməsini işarət olur. Şübhə olan məhəllərdə və bu zamanədəkin istimal olunmaqla qəraətində üsrət qalmayıb. Məhəlli qərinədir. Diyu, ərbab, divan, huruf-i zaidələrin həsv edər olmuşlardır. Məgər iltibas görünən yerlərdə bir qərar sabiqdir. Tamam, pəs bu üçün niyə o vavı siliblər, o cür yazıblar? Deyir ki, divanda belə qərara gəliblər. Lüğətnamə, yəni əvvəldə bu cür deyilmiş. Elə o vavı yazırmışlar. Sonralar divanda, dövlət dilində bu qərara gəliblər ki, bunu götürsünlər, o vavı sənin vavın götürsünlər
illa o yerdə ki, yazmasalar ayrı məna verir. Orada yazsınlar. Pəs bir də buranı oxusaq, deyir ki, iltibasindən yazılır. İltibasindən ehtiraz edib, nunun zəmməsin işarət olur şübhə olan məhəllərdə və bu zəmanədəkin sənin o nün üstündə bir şey var, sənün. Onun üstündə bir zəmməsi var. O zəmməsinə işarət olur. Şübhə olan məhəllərdə və bu zəmanədəkin istemal olunmaqla qəraətində üsrət qalmayıb. Deyir, bu zamanadahi bunu oxumaqda çətinlik düşməyibdir. Yəni, insanlar türk dili rahat olduğu üçün türklərə o vavı götürüblər. Bu rahatlıqda deyir ki, bu zamanədəkin istemal olunmaqla qəraətində, yəni onu yazırmışlar, qəraətində oxuyanda üsrət qalmayıb, çətinlik görmədilər. Onun üçün məhəlli qərinədir deyir, məhəlli qərinə, yəni necə bizim gözümüz qərinədir bir-birinin tayıdır. Məhəlli qərinədir, yəni sənin neçə yerdə yazılıbdır, daha bu bildik ki, sənin yazılanda belə yazılır. Məhəlli qərinədir deyir, ərbab-ı divan, divanın dövlət işlərində olan insanlar, yazı pozu işlərində olan insanlar huruf-i zaidələrin həsb edər. Onun o vav ki vardı, onu zəmmiyə çevirdilər, yazmadılar, olmuşlardır. Məgər iltibas görünən yerlərdə, məgər o yerdə ki iltibas görünə, yəni iltibas görmək yəni paltar giyinir də, yəni bir ayrı kəlmə görünə. Əgər deyir ki, məsələn, sənin bir ayrı yerdə yazılmasa, bir ayrı kəlməyə bənzəsə, onda iltibas görünəndə yazırlar. Bərqərarıdır. Bərqərar sabiqdir. Yəni sabiq kimi onun vavı yazılar. Dedik da bir standart düzəldiblər zaman içində. Türk dili o qədər rahatlaşıbdır ki o zaman. Yəni bunun tərsinə ki bizə deyiblər ki divan farscadır. İndi görürük deyir divanda türk dili o qədər işlənibdir ki görüblər ki, bu vavı da yazmayanda düz oxunur. Biz ehtiyacı yoxdur bunu yazaq. Eyni ərəbcədəki ərəbcəni yazanda, keçənki səhvələrdə oxuduq da, budur ha. Bunlarda oxuduq ki, biz ərəbcəyə səs qoymurlar, e'rab qoymurlar. Çünki insanlar o qədər oxuyublar ki, gözləri, beyinləri adət eləyib hərəkələrə, səslərə, hərflərin üstündə. Deyir, türkcədə də o ittifaq düşübdür. Məhəlli qərinədir deyə ərbab-ı divan hurufi zaidələrin həsb edər olmuşlardır. Məgər iltibas görünən yerlərdə bərqərar sabiqdir. Bərqərar sabiqdir, yəni keçmişdəkinə tay davam edir. Yəni vavıya yazırlar, əgər görsələr bir ayrı kəlməyə bənzər. Və bunlarda dəxi, hətta bunlardakı deyir, vavı yazırlar, bunlarda dəxi ittifaq bulunmuşdur. Bunlarda deyir, belə yazmaqda da ittifaq, o qədər deyir, kəlmələrin sayı azdır ki, deyiblər ki, tamam, bunda da elə ittifaq elədik. Yəni, bir yerə yetişlər. İttifaq, yəni elə bir şey, rəy veriblər hamısı. Bulunmuşdur. İxtiyarımız bu kitabda, bizim ixtiyar elədiyimiz, seçdiyimiz bu vəziyyətdə, ixtiyarımız həhdir. İndi burada bu həhdir nə demək? 2 dənə hedən yazıb, bir dənə də təşdid qoyubdur. Həhdir. Yəni bu bir dənə qaidənin şeyidir, xülasəsidir, mən bilmirəm. Fəəmma tərkibi imla bu 3 dildə müvafiq üzərədir. Deyir, tərkibi imla, imlasının yazmağı bu 3 dildə, yəni ərəbcə, türkcə və farscada. Üzərə, müvafiqət üzərədir. Yəni, kollən hamısı gəlib, deyiblər ki, belə yazaq. Qaidə-i əsliyə budur. Əlbəttə, hamı deyəndə dövlət özü də deyək, divan adamları təsmin tutur. Dedik, tamam qaidələr, əsən tamam hər şey dövlətin əlindədir. Dövlətdir ki, bu günləri bir şeyi standart edir və ya standartlıqdan çıxadır. Dünənəcən siqar içmək standart idi, bu günləri standartlıqdan çıxıb. Hətta bugün eşitdim Türkiyədə də, yəni oxudum Türkiyədə də, əgər bir nəfər siqar adam siqarı otobusda çəksə, ya restoranda çəksə, ya səxfi olan yerdə çəksə, bunu mən Türkiyəyə gedəndə demişdim orada. Bəlkə gedib qulaqlarına yetişib, Allaha şükür, ya da ki, özləri görüblər Amerikada, Kanadada, Avropada belədir. Onlar da eləyiblər, amma mənim də rolum olub, yəni bunu deməkdə. Türkiyəyə gedəndə gördüm belədir, etiraz elədim bir neçə yerdə. Bəlkə o gedib qulaqlara yetişib, Allaha şükür.
Amma özləri də təbiətən onlar da dünyanı dolanırlar, görürlər, hər yerə gedirlər. Dünya bir Kanada, Amerika deyil ki, o qədər məmləkət vardır ki, gedirlər, görürlər, şükür olsun, alırlar yaxşı şeyləri. Türkiyədə səxfi olan yerdə hər kəs siqar içsə çox ağır cəzası var zahirən. Ağır deyəndə məsələn 5000 liradan söz gedir, ondan çox. Məsələn bu son zamanlarda eşitdim ki, cərimələri o qədər çoxaldıblar ki, məsələn deyirəm, xiyabanda maşın sürür. Birdən geçin bunun qabağına, farsça viraj deyirlər, o cür eləyim, 100.000 lira cəriməsidir. 100.000 lira, məsələn, zərbələri elə zərb çalsaq 2800 üstü mənə, yəni, mən bunu gedim burada əlan tez eləyim, 100.000 lira. Mən deyim bunları 2800 üstü məndən qoyuram, məsələn. 280 milyon tümən pul cərimə elir. 280 milyon tümən cərimə elir. Onun üçün, məsələn, çıraq qırmızılıqdan geçmək bu cürdür. Sürəti eşitdiyim üçün, məsələn, maşının burada qərarda 50 kilometrlə geçsin. Əgər 60 kilometrlə geçsə, məsələn, 50.000 lira cərimədir. 100.000 lira, 200.000 lirayacan cərimə var. Gedir. Hər halda bu, böyük bir işli Türkiyədə başlanıbdır. Mən də çox sevindim. Dövlətdir. Dövlət buna, istəyirəm bunu deyəmiş, dövlət və divan buna qərar verir. İstandart verir. Dövlətdə 5-10 nəfər otururlar, deyirlər, biz, məsələn, bir dənə seminar qoyurlar, tamam, burada əlifbanı belə yazacaq. Tamam, bunu divan əvvəl dövlətin özünə deyir ki, belə yazacaqsan, sonra mədrəsələrinə, məktəblərinə deyir ki, beləsi yazacaqsınız, qutardı getdi. Dövlətdə şey eləyə bilmirlər. İranda da oturdu, bir dənə nəmənə vardı, nəmənəyə zəbani farsı, Fərhəng nəmənəyə zəbani farsı vardı. Həddad Adil onun başındadır. O deyir ki, 5 nəfər, 10 nəfər qoca adamdır, kəsin dünyadan da xəbərləri yoxdur. Qocalıblar, özlərini saxlayan bilirlər, paltarlarını istadırlar. Elə bunları məsələn, otururlar orada, dəstur verirlər, istandart edirlər dili. İndi nə qədər düzdür, nə qədər qələtdir, o önəm daşımır. O istandart edir, deyir, bu qələt də olsa istandartdır. Və gedir, o əmr gedir, dövlət əmridir. Dövlət əmri işləyir. Tamam. Amma tərkib-i imla bu üç dildə müvafiqət üzrədir. Qayda-i əsliyə budur ki, cümlə-i hurufidə 6 hərfi ki, biri əlif və dal və zal və ra və zi və vav hurufi münfəsilədir. Ma qəblində hərflər ittisal və ma bədində olanlar infisal üzərə olurlar. Gör nə dedi? Calib deyir ki, bu 3 dildə təsmin tutublar. 6 dənə hərf var ki, bunlar qırıqdılar. Dalısı, qabağı yapışmaz. Deyir nə mənə? Qayri əsliyə budur ki, cümlə-i hurufidə 6 hərf ki, biri əlif. Əlif deyiləndə, məsələn, Allah. Allahın əvvəlindəki hərif, o şey, cümlə-i huruf 6 hərf ki, biri əlif, biri dal. Dal əvvəldə gəlsə, ortada gələndə də deyəcək da, amma əvvəldə gəlsə, ayrı yazılır. Sonrakılar bundan. Əlif əvvəldə gəlsə, ayrı yazılır. Məsələn, mən burada elə baxıram, görüm ki, mənə əvvəl söz elə. Əlif, əvvəl, vav ona yapışa bilmir. Amma lam olsaydı, yapışardı məsələn. Əlif, dal, nöqtəli dalze, re özü, reze və vav. Pəs bir də əlif, dal, zal, re, nöqtəli z, yəni reze və vav 6. Bu hərf əvvəldə gəlsə münfəsilədirlər. Bunlar ayrarlar. Müqəblilərində olan hərf, onlardan qabaq olan hərf ittisal. Əgər bunlardan qabaq hərf olsa, ittisal olar, ortada gəlsələr, sonra gəlsə ayrı yazılar. Və mabədində olanlara infisal olar. Bunlar qabaqdakı əvvəldə gəlsələr, əvvəldə bunu deyim ki, əvvəldə gəlsələr ayrı yazılarlar, ortada gəlsələr özlərindən öncəkinlərə yapışarlar, özlərindən sonrakılardan ayrı qalarlar. Biri budur, imlada bunu gətiriblər, imlasını deyir. Bunlardan maəda huruf müttəsil kitabət olunur. Deyir ki, bunlardan sonra o birisi hərflər ki var bu 6 danadan sonra onların hamısı yapışarlar bir-birlərinə. Və bir dəxi infisal ilə illət kəlmədir. İnfisal
bir dəxi infisalə illət kəlmədir. Deyir, ayrılmağa ki, bir-birindən ayrılalar nədir? Kəlmələr bunlar ayrılar. Yəni biz bu cür deyək ki, hər nə mənə ki gəlir, hamısını yapışdıraq bir-birinə. Yox, deyir ki, kəlmə qutaranda ayrılacaq bir-birindən. Zira iki kəlmə bir yerdə tərkib olunmaz. İki kəlmə bir-birinə yapışmaz. Müstəqil yazılır. Hər kəlmə özü ayrı yazılır. Məsələn, gəlsəz desən, başqa-başqa yazılır. Gəlsəz desən, başqa-başqa yazılır. Nə cür? Hurufi sittədən. O 6-dan odan. Biri yox, biri xod yoxdur. Deyir, birinin özü olmaz. O yoxdur burada ki, bais infisal ola. Deyir, yoxdur ki, şey olsun. İndi burada nə demək? Gəl, səz ayrı yazmışdı. Desən, burada deyir ki, ayrı yapışdırım yazmayacaqsan. Amma gəlsən özü bir kəlmədir, desən də bir ayrı kəlmədir. Ki, bais infisal ola. Bundan səbəb iki kəlmə olması ilədir. Deyir, bu gəlsən, desən. Gəlsən, desən, iki dənə ayrı kəlmədir. Bunları hər kəlmənin özünü yapışdıracaqsan bir-birinə. Olması ilədir və bəzən məhəldə iki söz bir yerdə kitabət olunur. Bəzən də deyir ki, mürəkkəb olur da. Ələmiyyət bulması ilə. Ələmiyyət bulması yəni məsələn addır, deyək beləsi, bir addır. Məhəmməd Riza. Məhəmməd Riza da. Məhəmməd Riza deyəndə bu bir-biri ilə yazılır, çünki bir addır. Əli Məhəmməd. Əli Qulu. Bu bir kəlmədir. Və bəzi məhəldə iki söz bir yerdə kitabət olunur, ələmiyyət bulması ilədir. Yekçeridilər. Yekçeri dərlər. İki derlər. İki başqa çeri. İki çeri deyir ki, bir yazılır. Cəlibdir ki, biz iki çeri deyəndə bir dənə əvvəldə əlif yazırıq. Qədim dildə, mən indi bunu burada öyrənirəm. Mən bunu həmişə qalırdım o kitabları oxuyanda ki, niyə belə oxunur? İndi görürəm ki, deyir ki, iki çeri, yəni o əvvəldə elə iki, onu əlifsiz yazırmışlar. İki çeri dərlər, yəni başqa çeri, başqa yazılmış gərək. Adı bunda ələm olmuşdur, ism vahid mənzilindədir. Bir ad bənzir, dedim mən. Olacaq bir yerdə yazılmaq lazımdır. Əlişah gibi. Əlişah ya Aləmşah, məsələn, bu bir kəlmədir. Və neçə məhəll olur ki, yazılmaz, tələb verdi və Şahqu. Şahquli, üzrsən. Şahquli. Niyə? Burada hı ilə qu ayırdı. Və sair buna bənzərinə. Buna bənzərinə varsa, zira iki ism bir-biri ilə münasibət bulmaqla vəsl olur. Adatidən, əlbəttə, əlif ilə A yazıbdır, nəinki əyn ilə A yazıb. Ədatı cəm bağlayıb, adat. Ədat, müfrədat, birlər. Adatidən olacaq, olmaz xüsusən ki, əlsini müxtəlifə olan və bəzi məhəldə hurufi işbai ki, bil ittifaq rəf etmişlərdir. Nəzmdə olacaq icab vəzn ilə ixtiyar edərlər. Vəznə görə deyir ki, adı yapışdırarlar, kiçillərlə, böyüklər. Məsələn, göstəriciyi cana. Göstər yüzünü cana. İndi, göstər yüzünü cana. Bunu bir kəlmə göstər yüzünü yazaq, yoxsa bir kəlmə yazaq, yoxsa göstər yüzünü cana ayrı-ayrı yazaq. Məf'ul-i müfailatun göstər yüzünü. Burada vavı sildi. Bir babda dedi nə mənə? Məf'ulun müfailatun göstər yüzünü cana. İndi ikinci babda göstər yüzünü, o vav götürdü, ortadan vavı götürdü. Göstər yüzünü cana məf'ulun müfailun. Yüzünü göstər nara. Göstərana rana. Fikir beləsi yoxsun. Bunu indi mən oxuya bilmədim, çünki
bu kəlməni yüzünü göstərən nara. Cana oldu. Yüzünü göstərən nara. Cananı burada nıya çevirdi. Şeirdə istir desin ki, yəni göstərən nara. Yəni o cana oldu nara. Buna görə ki, şeirin vəzni cür gəlsin. Failatun diye təqti edərlər. Heç birində xəta yoxdur. Və olur və olur. İndi olur, bir də beləsi yazılır. Olur. Bunlar nə olur? Və alur. Əvvəli hasili mənasına, ikinci vəfat. Aha, olur, hasil, yəni ələ gələr, olur. U-la yazılır. Olur və ölür, vəfat, ikincisi olur və alır, almaq mənasındadır və üçüncüsü əxz mənasındadır. Burada fərq yazılar görsədir. Çox gözəl kitab imiş. Əlif, vav, lam, vav, re, olur. Ulur yazılır. Məsələn, ulur. Bu olur, yəni ələ gəldi. Olur da, yəni oldu, bu bura oldu. Bir də ölür var. Bu da ulur. Alif, vav, re olur. Ulur. Burada yəni bu vəfat, ölür. Ölür yazıb, ölür. Burada vav yazılıb, amma deyil bu cüzdür. Və alur, alif, lam, vav, re, alur, yəni aldı. Bunlar deyir ki, əxs mənasına gəlir və qa, ka. İndi ka yazdı burada. Görək nə? Ka, s, k, a. Bunda k-ın 3 nöqtəsi var üstündə. Bunu görək nə eləyəcəkdir? Sanadır. Gəlir, ka, gəlir və ka, sanadır. Ka, sanadır. Burada indi ayrı-ayrı yazır. Kamilən şeylədir. Ka ayrı yazdı. S, alif, 3 nöqtəli, k və h. Dir. Neçə bu? Buna bənzər məhəl olur, qiyas olunmaq gərəkdir. Bir tane qayda qoyublar. O qayda üzünə bunu yazıblar və şey olubdu. Hər birin zikr edərsən təfsil olur. Və bəzilər sini və bini, səni və bəni deyəcək məhəldə sini və bini dərlərmiş. Bəni yəni. Səni, bəni. Onu istir desin ki, nə cür yazılır? Bəzilər bəni deyəcək məhəllidə sini və bini dərlərmiş. Xətayı məhzudur. Deyir, o yerdə gətirərlər, bir dənə yi yazalar, səni yerinə yazalar sini. Deyir, bu xətayı məhzidir. Bini, bəni yerinə bini yazırlar. O deyir, xətayı məhzidir. Zira sinlə ya əslində məftuhələrdir. İşba icab edəcək sani və bani demək lazım gəlir. Sani və bani. Əlif ilə yazır ki, o kamil açıqlasın. Sani və bani demək lazım gəlir və məhəlli izabətdə iqtizai vəznlə bu mənim dərdimə dəyər. Bu kitabları oxumaqda bu mənim dərdimə dəyər. Bir dostumuz da vardı, mənə bir kitab göndərmişdi ki, onu oxuyam, təəssüflə oxumamışam. Mən onu oxumalıyam Osmanlı dilin daha düz oxumaq üçün. Osmanlı dilin deməyək, türkcəni daha düz oxumaq üçün onu mən oxumalıyam. Və məhəlli izafətdə iqtizai vəzn ilə ya ilə tələffüz edərlər, əgərçi kitabətdə yazməzlər. Bəzən bir yazmazlar, amma oxuyarlar, səsi deyərlər. Qəmi eşqün kimi, qəmi eşqün məfailün vəzni üzərinə əslində fe'latun ikən akaya anayai bət'i ana yai bətni dərlər. Fürsidə, fars dilində və türki dildə bir qaide müqərrərləri vardır ki, ərəb qaidəsinə uymaz. Məsələn, bu iki dildə hər kəlmənin axiri sukun üzərə məbnidir. Bir kəlmə yoxdur ki, axiri sakin olmaya. Ma qəbliləri məftuh isə vəqf üzərə məskur isə vəqf üzərə məksur isə ya ilə və mənzum isə vav ilə xətm olar. Və əksəri kütab filan qəriyeyi deyü
yazmaq istəsələr, qəriyeyi düyü yazarlar. Həmzənin təhtinə kəsri qoyarlar. Qurlar, iktifa edərlər. İktifa edərdirlər əksində. Kitabətə hüsn verdiyi əcəldən, gözəlliyi görsənər yazanda. İxtiyar edib kisrət istemal ilə caiz görmüşlərdir. Fəəmma cümlə-i qaidəyə müxalifdir və necə məhəldə muzaf anlənür. Necə, indi burada o yenə kafi, 3 nöqtəli kafı şey eləyibdir, gətiribdir, nundur da, anlənür. Fəəmma şivi kitabətdir deyə əhl-i qələm ixtiyar eyləmişlərdir və bir məhəll olur ki, sinə yaxud vaqiə və ya cazibə ki, vaqiə və cazibə ki, müxatəbə nisbət olunsa, sənün və cazibün deyə yazılır. Sinün və cazibin deyə yazılır. Axirindəki ha kitabət olunmaz. Sənə axirindəki ha cazibə. Sənin cazibən və dafiən məsələn. Deyir, orada o axirdəki he vardı, o yazılmaz. Nun gələndə. Kitabət olunmaz. Fəəmma ilsaq murad olunsa, əgər yapışmaqları bir-birinə murad olunsa ki, sinə genə yazılır, olsa bəzilər hali üzərə kafə bir hai vəqf ilhaq edib sənə yazarlar. Demək, istərlər ki, həsfi müqərrər. Burada qaidələri deyilmiş bu kitabda, çox cəlibdir olub, nəhayəti ilsaq murad olunub, hai vəqf ilhaq olunmuşdur və illa ki, nisbət üçün gələn kaf vəsl olmaqla hanun həsfi lazım olmuşdur. Axər hərfi gəlməklə kafun hərəkət əslini zuhur edib, hai məhzuf udət edər və kitabətdə düşər ki, xuda üçün demək istərsən haqq üçün və qəsəm murad olunsa haqq üçün yazılar. Haqq üçün yazılanda bir-birinə yazılır. Bəs nə mənə? Xuda üçün desən, Allah üçün desən, demək istərsən haqq üçün yazarsan. Haqq ayrı-ayrı. Haqq üçün. Və qəsəm əda olunsa, əgər andışmaq istəsən, haqq üçün deyəndə, onda ikisi bir-birinə yapışır haqq üçün. Fulanın haqqından ötürü demək istəsən, haqqı üçün, yenə ayrı yazarsan, haqqı üçün denilir. Fərqləri budur. Və türkiyədə bəzi kəlmə olur ki, axiri qafdır. Axiri kəlməyə yaxud hurufə ittisal kəsb edildikdə təbdil olunur. Qaf sözü deyir ki, hurufa yapışsa, axirdə olsa, o dəyişilər. Çıraq və bıçaq yazılırkən, çırağın və bıçağın yazılır. Beləsi olur, yəni. Qaf, ğa çənəl. Bu da Azərbaycancada vardı. Yəni, bilmirəm, Türkiyədə yoxdur. Çünki ğı sözü də işlənmir. Çıraq və bıçaq yazılırkən, çırağın və bıçağın o qaf gedər, ğa çevrilər. Yazılır. Ta, daxi, dalə, ta, tı. Daxi, dalə, dığa, qəlb olur. Tı, dı yeri dəyişilər. Bir-birinə yerləri dəyişdirərlər. Yigit əslidə ta ilə ikən, yigitin axırındakı tek var. O deyir ta ikən, yigidün, daha söylə, yigidün denilir. Ol təqdiricə vəsl olmadın dəxi bu vəsilə kitabət caizdir. Tamam. Gedək o birisi kitaba, 4-cü kitaba baxaq. Fikir edirəm ki, 1 saat yarımı geçmişik. Yavaş-yavaş mənim 1 saat 44 dəqiqə. 45 əslə olar. Gedək bu, fikir edirəm ki, daha kitabın son səhifəsidir. 4-cüsüdür, bəli. Saki
sana şərh edəyiz məqamati. Bunu elə beləsi şeirini oxuyaq geçsin, tamamən şeir haləti. Sana şərh edəyiz məqamati, istima ilə bu mühimmatı. İstima yəni qulaq as. Rast əvvəl ikinci xani İraq, rast əvvəl ikinci xanə İraq, üçüdür İsfahan pur işvaq, əşvaq. Pəs rast ahənglərin adını deyir. Çox gözəldir, mən bunları bilmirdim. Rast əvvəl rastdır. İkinci xanə İraq, İraq ahəngi havası. Üçüncüdür İsfahan pur əşvaq. Dördü küçük, beşi buzurg yəqin. Dördü küçük, beşi buzurg yəqin. Altısı zəngilədir, durur təyin. Zəngilə də altıncı havadır. Yedisidir rəhavi dilxah. Səkizinci Hüseyni ol ağah. Dokuzuncu Hicazıdır məşhur. Bu silkidir 10-incisi məstur. Bu silkidir 10-incisi məstur. 11-ci nəva olur ilhaq. 12-ci məqamıdır uşaq məqamı. Məqam, indi bu məqamdır filandır, mən bunları bilmirəm da bundan. Bunların hər biri bir burca, eylə tozi bulacaq furca. Böyle vəz oldu həm nizam-ı buruc, gəl bu adabdən heç etmə xuruc. Həml-u sur bəduhu cəza, sərətan-ı əsəd olur inşa. Olur ardınca sünbülə daxil, sonra mizan-ı əqrəbi habil. Yenə qovs ilə cüdəy olur məstur, bəduhu dəlv və hut olar məzkur. Bunların həm təbayiün açayın, quş edərsən, dürü cəhər saçayın, dürrü cəhər saçayın. Dürü cəhər yazıb, ona görə. Yəni beləsi yazıb. Dürü cəhər saçayın. Yeri tari, biri tabidir. Biri tari, biri turabidir. Biri nari ehtimalen oxunacaqdır. Biri nari, biri turabidir. Biri badi, birisi abidir. 12'dür məqam-ı musiqi. 12'dür məqam-ı musiqi. 7 avaza oldu təhqiqi. 7'si avaz. Biri şəhnazıdır, biri mayə. Oldu kərdanilə həmsayə. Oldu kərdanilə həmsayə. Biri atın kuaşt həm nuruz. Biri atın kuaşt həm nuruz. Biri silmikdari, biri silməkdir ey dili pursuz. Biri silməkdir ey dili pursuz. Birisi dahi bil hesar oldu. 7 avaza bir qərar oldu. 7 avaza bir qərar oldu. 7 yıldızdan aldı bunlar fər. Fər yəni işıq. 7 yıldızdan bunlar aldı fər. Bunları dahi eylənəl əzbər. Eylənəl əzbər. Bunu mən çox yerdə eylənəl oxuram. Ya bilinəl oxuram. Zahirən düzdür. Çünki burada o mənanı verdi. Biri şəms o, birisi zöhrə və tir. Sonra olur qəmər, zühəl, təhrir. Bə'dəhu müştəri ilə bəhram. 7 avazə buldu bunda nizam. Bu məqamata qıldılar təxsis. 7 avazəyi edib təlxis. Sana bir anı bəyan edəyin. Əslilə fər'ini əyan edəyin. Rast avazəsidir. Rəsmün. Rast avazəsidir. Rəsləmün. Bunu hifz eylə, sonra çəkmə əmün.
Büzrük avazesidir durur şehnaz. Büzrük avazesi durur şehnaz. Ana məxsusudur bu xoş avaz. Həm Hicazın qərinidir Novruz. Zəngilə birlə mayədir həmsuz. Bu silkilə kuvaşt həm söhbət. Həm rəhavi hisar bi minnət. Dinlə qənqi məqamidən cana. Nə doğrusa edəyin ifşa. Nə doğrusa ki edəyin ifşa. Rast ilə Hüseynidən hər bar. Sovt gərdaniyə olar izhar. İsfahan vərhavi qərb bulur. İsfahan vərhavi qurb bulur. Bular. Ol dəmavazə güvaşt olar. Zəngilə ilə Hicaz ola həmsuz. Bu ikidən toğru dola Novruz. İsfahan ilə rastidən bişək ittifaqıdır. Toğər səlmək. İttifaqıdır. Toğər səlmək. Cəm olub bəzərci ilə zirəfkənd. Oldu şəhnaz bunlərdə fərzənd. Bu silk ilə nəvailə üşşaq. Bu silk ilə nov ilə işşaq. Cəm olub maye ilər istintaq. Yenə tərkib şöbəyi quş et. Badeyi çar ünsürü nuş et. Biri çargah, biri sigah. Birisidir dögəh, biri yekgəh. Yekgah. Biri tari, biri turabi, biri nari, biri turabidir. Biri badi, birisi abidir. Gərmi xuşk olsa təb'i naridir. Gərmi tər təb'i ruzigaridir. Sərd xuşk olsa gər turabidir. Sərd tür olsa təb'i abidir. Təəssüflə kitab burada qurtarır və naqis qalır. Ehtimalən çünki nəzərimə naqis gəldi. Çünki qurtarmağı normalda bu hər kitabın sonunda belə qurtarır. Baxın, məsələn bu kitabda qurtarıb. Axirin kiçildirlər belə və göstərirlər ki, qurtardı. Bir çoxunda da təmmət yazırlar. Ya mimləri, neçə dənə mim yazırlar. Heç olmasa 5 dənə, 3 dənə və 1 dənə. Mimi bir-birinin altında yazırlar. 5 dənə mim, 3 dənə mim altda, onun da altında 1 dənə mim. Yəni qurtardı. Amma burada görürük ki, təəssüflə kitab o şəkildə qurtarmır. Yəni şeir naqis qaldı. Yəni burada sərdi xoşludan danışırdı. Birdən-birə qurtardı. Hər halda kitab çox təxəssüsü və uzmanlıq kitabıdır. Ən azı 225 il, 24 il öncə yazılıbdır və əgər Sultan Məhmud birinci Sultan Məhmud dövrəsində yazılmış olsa, 305 il bundan öncə yazılmış bir kitabla qarşı-qarşıya durduq. Allaha min mərtəbə şükür ki, bu günlərdə Türk dünyasından bir dənə kitabla tanış olduq. Bu kitab özü 4 dənə cüzvədən ya 4 bölümdən ibarətdir, 4 risalədən ibarətdir. Birincisi ərəbcə idi, ikincisi və üçüncüsü və dördüncüsü türkcədir və birinin 6-7 səhifəsi var, birinin 10 səhifəsi var və biri də çox yuxarıdır. Yəni bu cürsə. Və əsl məsələ burada dil məsələsidir, danışıq məsələsidir. Onun üçün birinci kitab lüğətdir, ikinci kitab qanun qaydadır, üçüncü kitab şeirin vəznləridir və dördüncü kitab şeirin özüdür. Sağ olun, sağ qalın, görüşürüz.